Dərslərimdə düzdür, biraz zəifləsəm də, amma oxuyurdum dərslərimi, öz savadıma Bədən Tərbiyə İdman Akademiyasına balı özüm yığıb girmişəm. Bilirsiniz ki, Cənab Prezidentin sərəncamı var, nəticəli idmançılar birbaşa orada oxuyur. Amma həmin vaxtda mənim nəticəm yox idi, amma dərslərimi oxuyurdum deyə bal toplayıb instituta daxil olmuşdum. Buradan da gənclərə məsləhətin nədir qardaş? Gənclərə məsləhətim, mən hər dəfə deyirəm bu barədə, savadsız idmançı mən deyərdim ki, cəmiyyətə bir o qədər lazım deyil, özü-özünə lazımdır, nəticə verdim, pul qazandım və həyatımı davam elədim. Amma savadlı olanda, oxumuş olanda başqa cür olur da. Həyat, düşürsən yarışdan 3 dənə jurnalist mikrofon sənə uzadanda A, Ə, B olmur belə. Və inşallah ki, buradan Avropa, Dünya, Olimpiya çempionları və medalçıları çıxacağına inanıram və bu yolda əlimdən nə gəlirsə edəcəm. Cavanlarımıza, uşaqlarımıza həmişə mən məşqdən qabaq öz tələbələrimə də elan edirəm ki, birinci dərsdir. Dərsdə sənin savadın olmasa, kitabı oxumasan, burada məşqi mən sənə 10 dənə də Talib Məmmədov olsa, sənə məşqi başa salanda, öyrədəndə, göstərəndə sən gec qavrayacaqsan. Ona görə ilk növbədə dərslərini yaxşı oxusunlar, məktəbdə məktəb müəllimlərinə diqqətlə qulaq assınlar, nə dedisə, ümumiyyətcə məşqçi müəllim nə dedisə, onlar üçün qayda, qanun olmalıdır və fikirləşsinlər, düşünsünlər ki, heç vaxt böyük ya müəllim onlara heç vaxt pis fikir, pis məsləhət verməz. Onların yaxşılığı üçündür hər bir şey. Qaçırsınız şeyə, partiyada oturan o belə otursan, qolundurulub gedir. Çölə verdir səni.